siz mənə 1000 manat borc pul vermisiniz. İndi məndən o pulu tələb edirsiniz. Mən də deyirəm ki, yox, məndən o pulu istəsən Özümü öldürəcəm. Damarımı kəsib qanımı da üstüvə tökəcəm. Sənin məndən o pulu tələb etdiyin təqdirdə mən özümə hansısa xəsarət yetirirəmsə, sən heç bir məsuliyyət daşımırsan. Ona görə bu cür təhdidlərdən... Yəni bu şantaj deyil, təhdiddir. Ölüm həddinə çatdırma var. Bəs ölüm həddinə çatdırma? Bu ölüm həddinə çatdırma deyil. Əgər hansı bir deyilmə ki, gəlir... Bəlkə doğrudan da adam özünü öldürsə, bəlkə adam özünü öldürsə, bəlkə psixoloji problemi var. Mən döymədim ki. Yəni ki, hər hansı bir hadisə... Siz mənə 1000 manat borc pul vermişsiniz. Üzr istəyirəm. Siz mənə borc pul vermişsiniz. İndi həmin borc pulu məndən qanuni şəkildə, qanunsuz demirəm. Deyil, istəmə qaydası var da. İstəmə qaydası var da. Mən qanunsuz tələbdən demirəm ki, qanuni tələbdən. Siz məni məhkəməyə müraciət edirsiniz. Mən də deyirəm ki, yox, məhkəməyə versən və yaxud da polisə şikayət edirsən, mən özümü öldürəcəm. Bu sizin hüququnuzdur axı. Bir konstitusiya nədir? Bir tərəfin hüququ digər tərəfin hüququ ilə məhdudlaşır. Yəni sizin mülkiyyət hüququnuz, borc pulu tələb eləmək hüququnuz, məhkəmədə müdafiə hüququnuz, mənim də belə deyək də digər hüququmla məhdudlaşmış olur. Və yaxud da əksinə mənim hüququm sizin o pulu tələb eləmək hüququnuz. Gəlib dediyiniz kimi, misal kimi pul məbləği tələb edir və onu onun üzərində döyürsənsə, ona hansısa bir şiddət edirsən, o başqa şeydir. Edirsənsə, o artıq cinayət tərkibi olaraq ölüm həddinə çatdırılır.